Bugün studiyamızda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovla birlikdəyik. Ceyhun müəllim, xoş gördük sizi. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. İlk olaraq istəyirəm ondan başlayaq ki, son dövrlər Azərbaycanda peşə təhsilinə olan maraq necədir? Artıb yoxsa azalıb? Təşəkkür edirəm. Ali təhsilə gedənlərin də bir çox ölkələrdə hər statistika var ki, ali təhsilə gedənlərin təqribən 30-40%-i təhsili bitirə bilmirlər. Aldıqları təhsil, amma 4 il və yaxud daha çox vaxt sərf edirlər. İkinci bir məsələ ondan ibarətdir ki, bugün təhsil kim üçündür? Bugün təhsilə gələn, əmək bazarına gələn gənclərdən biz danışırıq. Hal-hazırda əmək bazarına girənlər, o Z nəsli deyilən insanların yanaşmaları fərqlidir. Onlar daha çox artıq dünya üzrə, daha çox onlar peşə təhsilinə ümid edirlər, peşə təhsilinə seçim edirlər. Nəyə görə? Çünki bu nəsil daha tez nəticə görmək istəyir, daha qısa yollar axtarır karyerasını qurmaq üçün. Bu baxımdan onlar da uzun müddətli təhsildən daha qısa müddətli təhsilə üstünlük verəcəkləri güman edilir. Həm də bacarıqlar dövrü də. Bəli, bacarıqlar. İkinci və üçüncü bir çox məsələlər də var. Şirkətlər də artıq getdikcə dəyişir. Şirkətlər bax, əvvəllər əgər daha çox təhsil tələbi qoyanlar və yaxud da hər hansı bir dərəcə tələbi qoyan şirkətlər dünyada artıq fikirləşirlər ki, bunu qoymağa ehtiyac varmı, yoxsa yoxdur. Daha çox səriştə, bacarıq əsaslı işə götürmə var və bütün bu faktorların dəyişməsi fonunda görünən və dünya üzrə artıq hamı tərəfindən qəbul edilən odur ki, növbəti 10, 20, 30 il ki, dönəmə baxsaq, peşə təhsilinə ehtiyac daha da artar. Azərbaycanda da rəqəmlər onu göstərir ki, vətəndaşımızın peşə təhsilinə marağı son illərdə artır. Düzdür, ənənəvi olaraq hamı deyir ki, peşə təhsili ilk seçim deyil. Amma biz hal-hazırda da peşə təhsil məsələlərində qəbul dövründəyik. Hal-hazırda keçən ilin eyni dövrü ilə müqayisədə bizə müraciət edənlərin sayında təqribən 20-30% artım var. Son 5 ildə, əgər biz 2020-ci ildə 14 min nəfər tələbə qəbul etmişdiksə, artıq keçən il biz 25 minə yaxın tələbə peşə təhsil müəssisələrinə qəbul etmişik. Təqribən 2 dəfəyə yaxın artım var. Müraciət edənlərin sayında ildən ilə 10-15% artım vardır. Və nəhayət vacib bir məsələ ondan ibarətdir ki, biz yeni ixtisaslar verməklə çalışırıq ki, əmək bazarının tələblərinə uyğunlaşaq. Çünki peşə təhsilinin həm üstünlüyü, həm də çətinliyi ondan ibarətdir ki, biz qısa müddətdə vətəndaşa təhsil alıb əmək bazarına keçid imkanı veririk, amma eyni zamanda sənaye də bizdən qısa müddətdə onların tələblərinə uyğun proqramları hazırlayıb gənclərə təqdim etməyi gözləyir. Bu baxımdan biz çalışırıq ki, yeni proqramlar yaratmaqla sənayenin tələblərinə uyğunlaşaq. Təbii ki, həm də peşə təhsili ilə bəlkə də daha prestijli peşələrə yiyələnə bilərlər gənclər, bu da var. Bir də onların əgər maraqları peşə yönümlüdürsə, nəyə görə ali təhsil, nəyə görə 4 il? Yəni bu da sualdır. Bir də maraqlıdır, daha çox hansı ixtisaslara qəbul olur, yəni aparılır? Bəli, biz tamamilə doğru deyirsiniz ki, yəni biz əgər əmək haqqı ilə nəzərdə tuturuqsa, biz əgər qoyduğumuz o investisiya həm vaxt, həm ödəniş və s. bəli, onu daha tez götürə biliriksə, yəni daha tez əmək haqqı ala biliriksə, daha tez, daha çox artım görürüksə və eyni zamanda yəqin ki, prestij dediyimizin içində həm də uzun müddətdə karyera pilləkəni ilə irəliləmək imkanları verən ixtisasları nəzərdə tuturuq. Bizdə ən çox hara müraciət olunur sualı, ənənəvi bir çox ixtisaslar var ki, onlara çox müraciət olunur, amma eyni zamanda yeni istiqamətlərə də müraciətlərimiz kifayət qədər var. Dediyim kimi, hal-hazırda biz artıq 22 iyulda qəbul başlamışıq və bugün artıq 28 minə yaxın, 28 mindən çox vətəndaş peşə təhsili almaq üçün müraciət edib. Keçən il ilk 3 həftədə bizə 25 min, 26 min adam müraciət etmişdi. Hələ bizim qəbulumuzun bitməsinə təqribən bir həftə var. Deməli, müraciətlər keçən ildən daha çoxdur. Ən çox hansı ixtisaslara verirlər? Dediyim, həm ənənəvi ixtisaslar var. Bura aşpazlıqdır, elektrikdir, avtomobil diaqnostikası və təmiri kimi ixtisaslar var. Eyni zamanda bizim yeni ixtisaslarımız və ənənəvi IT ixtisaslarına da müraciətlər çoxdur. Bura həm
şəbəkə inzibatçısı, həm qrafik dizayner, həm proqram təminatı istiqamətində, kiber təhlükəsizlik sahəsində olan ixtisaslarımız var. Bildiyiniz kimi biz bir neçə ildir ki, artıq yaşıl enerji istiqamətində, yaşıl keçid istiqamətində də proqramları təqdim etməyə başlamışıq və 2 ixtisas üzrə biz artıq 2 ildir qəbul aparırıq. Sevindirici haldır ki, bu tip yeni ixtisaslara da müraciət edənlərin sayında hər il böyük artım müşahidə edirik. Yəni əmək bazarının tələbləri dəyişib, amma bundan daha çox artıq müasir dövrün tələbi kimi süni intellekt alətləri həyatımızın bütün mərhələlərində, avtomobil idarəsində, jurnalistika sahəsində, bütün sahələrdə öz sözünü deyib. Maraqlıdır, bu yeni peşələrə, ixtisaslara da sirayət eləyibmi? Biz sizin belə deyək də təqdim etdiyiniz həmin ixtisasların da bir hissəsində varmı süni intellekt və bu kimi alətlərdən istifadə? Tamamilə doğru deyirsiniz. Süni intellekt bizim həyatımıza çox böyük yeniliklər gətirib və düzgün istifadə etdikdə onlar bizim həyatımızı daha da asanlaşdırır, məhsuldarlığımızı artıra bilər. Bu baxımdan sırf peşə təhsilində süni intellektin bir çox üstünlükləri var. Həm təhsil verənlər üçün, həm təhsil alanlar üçün qaçılmazdır ki, növbəti illərdə təhsil proqramlarının modullarının bir hissəsi kimi süni intellektlə əlaqəli proqramlar olsun. Bildiyiniz kimi bizim adətən biz təhsil proqramını yaradarkən ilk növbədə onun müştərisi ilə, yəni əmək bazarı ilə danışırıq. Əmək bazarında biz bir neçə iştirakçı ilə bu arada fikir mübadiləsi aparırıq. Ümid edirik ki, növbəti illərdə bu istiqamətdə mövcud peşə təhsili səviyyəsində proqramlar ola bilər. Çünki bizim baxdığımız, gördüyümüz ondan ibarətdir ki, dünyanın bir çox inkişaf etmiş ölkəsində, qabaqcıl sənaye ölkələrində artıq peşə təhsili səviyyəsində də proqramları var. Yenə də yadda saxlamaq lazımdır ki, biz peşə təhsili deyəndə, yəni ilk növbədə bizim vətəndaş, bizim insan peşə təhsili deyəndə nəzərdə tutur ki, 9-u 11-i bitirən övladlarımız gəlib nəsə bilik alırlar. Amma peşə təhsilinin dünya üzrə artan rolu həm də bu gün əmək bazarında olan insanların ixtisaslarının artırılması istiqamətində olan işdir. Və bizdə bu bizdə bir növ inkişaf etməkdə olan bir hissədir. Yəni ilk addımlarımızı atırıq ki, əmək bazarında olan, bu gün işləyən insanlar, siz, biz süni intellektlə bağlı biliklərimiz və bacarıqlarımız olmalıdır. Bunu ən tez formada etmək üçün platforma yəqin ki, peşə təhsili müəssisələri ola bilər. Biz xüsusilə həm dediyim kimi texniki peşə, həm də yüksək texniki peşə istiqamətində olmaqla yanaşı, ixtisas artırma istiqamətində də qısa müddətli kursların olmasını növbəti illərdə düşünürük. Süni intellekt və onun gətirdiyi yeniliklərlə bağlı. Biz əvvəllər baxırdıq xarici peşə təhsili müəssisələrinin fəaliyyətinə və deyirdik ki, bir neçə il bundan əvvəl bizim ali təhsildən əldə etdiyimiz ixtisasları filan ölkədə peşə təhsili ilə əldə edirlər. Bir bu istiqamətə toxuna bilərsinizmi? Məsələn, hansılar artıq biz ali təhsillə, amma həm də peşə ilə əldə edə bilirik və gələcəkdə belə planlar varmı? Çox maraqlı sualdır, bəli. Bizdə bir növ o yanaşma olub ki, bəli, bu ali təhsildir, bu peşə təhsilidir və peşə təhsilindən adətən yanaşma nə olub? Qısa müddətdə hamımızın ilk peşə təhsili deyəndə ağlımıza nə gəlirdi? Məsələn, santexnik, bərbər, aşpaz və s. ixtisaslar və hələ də cəmiyyətdə bir çox insanlara biz deyəndə ki, artıq peşə təhsili fərqli ixtisaslar verir. Biz deyəndə ki, mühasibət uçotu proqramı var peşə təhsilində, biz deyəndə ki, kiber təhlükəsizlik ixtisası var. Biz deyəndə ki, biz bu il rəqəmsal inşaat proqramı təklif edirik. Bir çox insanlarda sual olur ki, bu peşə təhsilində ola bilərmi? Əlbəttə ola bilər. Dünyanın artıq demək olar ki, bütün ölkələrində bu istiqamətlərdə dəyişikliklər baş verir. Yenə də burada vacib məsələ o deyil ki, təhsilin hansı pilləsindədir. Hansı pillədə biz bunu daha tez və keyfiyyətli edə biliriksə, onu etməliyik. Digər bir məsələdə bizim vətəndaşın xüsusilə vacib olan məsələ ondan ibarətdir ki, peşə təhsilində artıq son 4 ildə yüksək texniki peşə təhsili var və bu yüksək texniki peşə təhsili vətəndaşların davamlı ömür boyu təhsil çərçivəsində o davamlılığı təmin etmək baxımından oranı bitirənlər artıq ali təhsildə də istədikləri vaxt təhsil ala bilirlər, keçid edə bilirlər. Bu baxımdan bizim bəli, təqribən 20-yə yaxın yüksək texniki peşə istiqamətində ixtisasımız var
Bunlar həm bayaq dediyim mühasibə şotudur, həm IT istiqamətində proqram təminatıdır, kiber təhlükəsizlikdir. Kənd təsərrüfatı istiqamətində bizim bir neçə ixtisasımız var, xidmət sahəsində ixtisaslarımız var, turizm sahəsində ixtisaslarımız var ki, həm ənənəvi ali təhsildə görülən ixtisaslardır, amma eyni zamanda da hal-hazırda onlar peşədədir və eyni zamanda məzun olan vətəndaşa imkan verir ki, məzun olduqdan sonra əgər ali təhsil almaq istəyirsə, ondan istifadə edib Yəni kolleclərdən birbaşa universitetlərə qəbul aparıldığı kimi yüksək peşə təhsili müəssisələrində də belə olur. Peşə təhsilində yüksək texniki peşə təhsili bu imkanı verir və son 2 ilin statistikası göstərir ki, düzdür, bu bizim üçün əsas nəticə deyil. Bir 30-40%-dən çox adam peşə təhsilindən sonra ali təhsilə keçid ediblər. Ötən ilin, onun əvvəlki ilin məzunları və öz ixtisası üzrə çalışanların məzunu. Yəni belə deyək də, məqsədə nə qədər çatmışıq? Ümumi ölkə üzrə götürsək, hal-hazırda bizim gördüyümüz odur ki, yalnız əmək müqavilələri üzrə baxsaq, təqribən peşə təhsilini bitirənlər 50-60% əmək müqaviləsi əsasında işləyənlərimiz var. Son illərin datası onu göstərir. Amma bu yalnız əmək müqaviləsi əsasında işləyənlərdir. Eyni zamanda bizim bildiyimiz kimi şəxsi sahibkar kimi, özəl sahibkar kimi işləyənlər var. Bir çox sahələr var ki, orada reallıq ondan ibarətdir ki, heç bir yerdə qeydiyyata düşməyib, amma əmək fəaliyyəti ilə məşğul olanlar var. Xüsusilə də bir çox peşə sahələrində bu var. Onları da nəzərə alsaq, bizim gördüyümüz odur ki, kifayət qədər məşğulluq baxımından dünyada o standartlara uyğun bir nəticələr var. Amma bu o demək deyil ki, bütün məktəblərdə belədir. Bizim çox yaxşı, yəni ki, təqribən məzunlarının 70%-i ilk 6 ay, 1 il ərzində işə düzələn müəssisələrimiz var. Amma bir çox müəssisələrimiz də var ki, orada bu göstəricilər daha aşağıdır. Burada sırf həm keyfiyyət məsələsi var, yəni bizim təhsil verənlərimizin hazırlılığı məsələsi var. Bir çox müəssisələrimizdə təhsil verənlər bugün sənayenin tələblərinə uyğun kadr hazırlığını apara bilmirlər, bu reallıqdır. İkincisi, bizim bir çox müəssisələrdə təklif etdiyimiz ixtisaslar həmin regionun, həmin rayonun, şəhərin iqtisadiyyatının, oyunçuların tələblərinə hələ də tam cavab vermir. Bu istiqamətdə də işlər gedir və bir çox müəssisələrimiz var ki, bu həm də onların həm infrastruktur, həm maddi texniki bazasının vəziyyəti ilə də əlaqələndirilə bilər. Çünki bizdə peşə təhsili əsasən məktəb əsaslıdır, yəni məktəbdə əsasən tədris baş verir. Tutaq ki, bir çox ölkələrdə bu paralel həm iş yerində və necə deyərlər, təhsil müəssisəsində olur. Amma bizdə məktəb əsaslı olduğu üçün bizim infrastruktur və maddi texniki baza da vacibdir. Biz ümid edirik ki, növbəti illərdə ölkə rəhbərinin diqqət sayəsində bizim peşə təhsil müəssisələrinin infrastrukturu gücləndikcə həm daha çox vətəndaşı gətirə bilərik, tamamilə doğrudur. Həm sənaye üçün əməkdaşlıq imkanları artacaq və eyni zamanda həm də keyfiyyətli təhsil verənləri cəlb edib daha keyfiyyətli təhsil verəriksə, biz bu ümumilikdə işə düzəlmə faizini də artıra bilərik. Əgər bizlə bölüşmək istəyirsinizsə, hansı regionlar üçün daha hansı potensiallar görülür hazırda və hansı regionlarda yeni ixtisas sahələri, yeni peşə müəssisələri açıla bilər, maraqlıdır. Çünki regionların məşğulluğu üçün də bu çox vacib məsələdir. Bəli, əlbəttə. Biz bildiyiniz kimi son illərdə bizim bir neçə peşə təhsil sahəsində mühüm təhsil müəssisələri yaradıldı, açıldı. Cənab Prezidentin iştirakı ilə biz Bərdədə, Cəlilabadda peşə təhsil müəssisələrinin açılışını etdik son illərdə və həmin müəssisələr bugün peşə təhsilində ən çox tələbə gələn, ən çox bir yerə müraciət edilən müəssisələr sırasındadır. Məsələn, tamamilə çox yüksəkdir. Bərdədə 2021-ci ildə açılışı edilən müəssisədə bugün tələbə sayı 1200-dən çoxdur. Yəni məktəbin tutumundan daha çox tələbə sayı var orada. Cəlilabadda da eyni tendensiyanı görürük. Biz bu il yaxşı xəbərlərimizdən biri odur. Artıq Lənkəranda yeni peşə təhsil müəssisəsi istifadəyə veriləcək tələbələrin. Bu bizim üçün böyük bir uğurdur, hədiyyədir, yaxşı mənada təhsil sistemi üçün və harada yeni məktəblər tikilir. Hal-hazırda Quba şəhərində bizim yeni peşə təhsil mərkəzi tikilməkdədir. Füzuli şəhərində peşə təhsili tikilməkdədir. Şuşa şəhərində peşə təhsili müəssisəsi tikilir. Bir neçə rayonlarımızda mövcud müəssisələrimiz təmir edilir. Məsələn, Beyləqanda olan peşə təhsil müəssisəmiz və siyahı genişlənir. Növbəti illərdə də
biz yeni peşə təhsil müəssisələrinin tikilməsini planlaşdırırıq və ümid edirik ki, dövlətin ölkə başçısının göstərdiyi qayğı elə bu artan istiqamətdə də gedəcək və peşə təhsili daha da qarşı tələblərə cavab verə bilər və əgər bu istiqamətdə davam edən islahatlar imkan verəcək ki, yəqin ki, növbəti 5-10 ildə peşə təhsilinin illik qəbulu biz 50 minə qədər artıraq. Siz qeyd elədiniz, yaşıl enerji ilə bağlı ixtisaslar var. Bir də rəqəmsal inşaat mühəndisliyi. Bu sahələr xüsusilə yaşıl enerji ilə bağlı, belə deyim də, biraz bahalı təhsil proqramı kimi görünür mənə, yəqin ki, belədir. Və mənim sualım ondan ibarətdir ki, həm buradakı, belə deyək də, o tədris prosesində istifadə olunacaq resurslar məsələsindən agentlik olaraq və müəssisələr olaraq, yəni hazırdırmı? Və bir də maraqlıdır ki, kadr potensialı necə cəlb olunur? Məsələn, yaşıl enerji ilə bağlı, belə deyək də, o təhsil proqramını təqdim eləmək üçün potensiallı kadrlarımız artıq cəlb olunubmu işə? Çox yaxşı sualdır. Bu, həm də peşə təhsilinin istənilən bir proqramı təklif etmək üçün nə etməliyik sualıdır əslində qalsa. Biz yaşıl enerji ilə bağlı elə sizə o yola biz necə çıxdıq? Bilirsiniz ki, Azərbaycan yaşıl enerji ilə bağlı çox ciddi dövlət tərəfindən strategiya var. Azərbaycanda artıq bir neçə milyard dollarlıq xarici investisiya və yerli investisiya var ki, həm günəş, həm külək enerjisi ilə bağlı mega layihələr icra edilir. Və əlbəttə ki, təhsilin rolu nədir? Bu yaranan sənayeyə biz necə dəstək verməliyik? Çünki həm yaşıl, həm günəş, həm külək enerjisində baş verən işin çox hissəsini görən peşə təhsilli texniklər olmalıdır. Biz 2 il əvvəl, 2023-cü ildə əslində qaldı, 2023-cü ildə təhsil proqramı yaratdıq. Həm 1 illik günəş panellərinin təmiri və quraşdırılması üzrə, həm də yüksək texniki peşə sahəsində alternativ enerji sistemlərinin idarə edilməsi. Təhsil proqramı yarandı, əlbəttə ki, bununla iş bitmir. Dərslik olmalıdır. Biz dünyaca məşhur bir dərsliyi Azərbaycan dilinə tərcümə etdik, Azərbaycan dilinə uyğunlaşdırdıq. Və əlbəttə ki, sonra deyəcəksiniz ki, bəs bunu kim tədris edəcək? Yəni, kadr problemi çox ciddi problemdir. Kadrlar problemi həll etmək üçün biz özəl şirkətlərlə çox yaxın əlaqələrə girdik və əlbəttə ki, yeni proqramları biz bütün ölkə üzrə təqdim etmirik. Yalnız 2 müəssisədə başladıq biz bu proqramı tədris etməyə və Azərbaycanda alternativ enerji sahəsində ən qabaqcıl şirkətlərlə birbaşa əlaqədə olduq. Onları cəlb etdik ki, bizim həm müəllimlərə dəstək olsunlar, həm onları təlimə cəlb etsinlər və s. Və dördüncü burada komponent var ki, bayaq da dedim, məktəb əsaslı peşə təhsilini vermək istəyiriksə, bizdə emalatxana, laboratoriyalar olmalıdır. Biz burada nə etdik? Bu da çox yaxşı nümunədir. Biz özəl sektor əməkdaşlığa da getdik və Azərbaycanda fəaliyyət göstərən neft sahəsində BP və tərəfdaş şirkətlərin dəstəyi ilə biz elə bir həftə əvvəl 2 müəssisəmizdə Mükəmməllik mərkəzi. Bəli, mükəmməllik mərkəzi və günəş və külək panellərinin tədrisi üçün emalatxanalar qurduq. Bu artıq bizə həmin o dediyimiz o bütün komponentləri əhatə etməyə imkan verən bir çox nümunəvi bir yanaşmadır. Yəni burada tədris proqramı var, beynəlxalq tanınan tədris proqramıdır, dərsliyimiz var, müəllim bəli, ən ağır və uzun müddətdə ən böyük problemimiz olacaq. Müəllimləri cəlb etmək, təlim etmək, amma 2 müəssisədə biz bunu edə bilmişik və emalatxanalarımız da var. Əgər biz bunu getdikcə böyütmək istəyiriksə, artıq biz bu modeli daha tez tətbiq edəcəyik. Biz regionlardan və Bakıdan danışdıq. Mənə maraqlıdır, işğaldan azad olunmuş ərazilərdə peşə təhsili sahəsində bu sahənin inkişafı ilə bağlı hansı işlər görülür və deyəsən Ağdamda da yeni peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq. İstəyirdim bununla bağlı. Əlbəttə, bizim Qarabağımız azad edildikdən sonra bilirsiniz ki, böyük qayıdışla bağlı dövlət proqramı qəbul edildi. Bu proqramda da nəzərdə tutulur ki, Qarabağda həm peşə təhsilinin bərpa edilməsi, əvvəllər bilirsiniz ki, işğaldan əvvəl orada peşə təhsil müəssisələri fəaliyyət göstərirdi. Onların bir çoxu fəaliyyətini dayandırmışdı, bir çoxları isə köçkün məktəb olaraq hələ də fəaliyyət göstərir. Hal-hazırda biz nə edirik? 2 istiqamət var. Burada həm peşə təhsilinin infrastrukturunun bərpa edilməsi və eyni zamanda qayıdış proqramı çərçivəsində qayıdacaq əhaliyə qısa müddətli təlimlərin təşkil edilməsi. Birinci istiqamətdə biz hal-hazırda deməli Füzuli şəhərində artıq peşə təhsil mərkəzinin tikintisi işləri gedir. Şuşa şəhərində
peşə təhsil müəssisəsinin yenidən qurulması işləri başlayıb və biz ümid edirik ki, 2026-cı, 27-ci illərdə artıq bu müəssisələrin fəaliyyətini başlamaq imkanımız olacaq. Dediyiniz Ağdam şəhərində isə hal-hazırda həmin peşə təhsil müəssisəsinin layihələndirilməsi istiqamətində işlər aparılır. İkinci istiqamət Böyük Qayıdış proqramı çərçivəsində deməli bizim vətəndaşların geriyə qayıdacaq həmvətənlərimizin peşə təhsili vasitəsilə bilik və bacarıqlarla təmin edilməsi. Biz son bu il ərzində 800-ə yaxın köçkün vətəndaşımızı peşə təlimlərinə cəlb etmişik və onlar 40-a yaxın istiqamət üzrə peşə təhsil müəssisələrində təlimlərə cəlb edilirlər, bilik və bacarıqlar alırlar, dövlət nümunəli sertifikatlar alırlar. Cəmiyyətə maraqlı olan, bəzilərində narahat edən bir məsələ var. Deməli, peşə təhsili müəssisələrinin maddi-texniki bazası və infrastrukturun vəziyyəti ilə bağlı bəzi regionlar var ki, orada peşə təhsili müəssisələrinin, belə deyim, inzibati binalarının vəziyyəti nisbətən yaxşı deyil, ürəkaçan deyil. Bununla bağlı belə bir statistika yəqin ki, sizin əlinizdə var. Yenilənmələr olacaqmı? Təmir bərpa işləri görüləcəkmi? Ümumiyyətlə, vəziyyət necədir? Peşə təhsili sistemində hal-hazırda dövlətin ən çox diqqət ayırdığı məsələlərdən biri də infrastrukturun yenilənməsidir. Və mən bayaq da qeyd etdim, son, əgər biz 10 ilə baxsaq, ölkədə peşə təhsilinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində böyük addımlar atılıb. Hər il biz keçən il təqribən 10-a yaxın müəssisənin təmirini bitirdik və artıq onlar da keyfiyyətli peşə təhsili vermək üçün şəraitləri var. Məsələn, nümunə kimi Neftçala və Tərtər rayonlarını deyə bilərəm ki, artıq bir neçə il əvvəl orada köhnə binada tədris keçilirdi, amma hal-hazırda tədris üçün lazım olan bütün şərait var. Peşə təhsili müəssisələrinin bir çoxlarının çox obyektiv səbəbdən infrastrukturunda problemlər var ki, bunlar müəyyən vaxt tələb edəcək. Bizim bir çox müəssisələrimiz var ki, bilirsiniz, 1-ci Qarabağın işğalı dövründə köçkün vətəndaşlarımıza ilk qucaq açan müəssisələrdən biri təbii olaraq peşə təhsil müəssisələri idi. Çünki bu müəssisələrin əksəriyyətində o vaxt yataqxanalar var idi. Və bugün təqribən bizim müəssisələrimizin 50%-də hələ də köçkünlərimiz yerləşir və onlar inşallah öz evlərinə qayıtdıqca həmin müəssisələrin yenidən qurulması istiqamətində də fəaliyyət təşkil ediləcək. Yadda saxlamaq lazımdır ki, ölkəmizdə məktəb əsaslı peşə təhsilidir. Yəni, peşə təhsilinin heç də həmişə keyfiyyətli olması üçün dünyada təcrübəyə baxsaq, ancaq binalarla bu deyil. Məhdudlaşmalıdır. Bina eyni zamanda emalatxana, eyni zamanda o digər komponentlər də var. Bu peşə təhsilini həm də digər, tutaq ki, peşə təhsili müəssisəsi tikmək, ümumi təhsil müəssisəsi tikməkdən daha bahadır. Çünki peşə təhsili müəssisəsi tikəndə biz həm də emalatxana tikməliyik. Emalatxana da tikiriksə, emalatxanada da avadanlıq olmalıdır. Avadanlığı da işlətmək üçün material olmalıdır. Bu baxımdan həqiqətən son illərdə Azərbaycanda peşə təhsili infrastrukturuna qoyulan investisiyalar çox böyük investisiyadır. Bir çox biz beynəlxalq tədbirlərdə oluruq. Yəni, Azərbaycanda bu sürət həqiqətən də çox müsbətdir, ümidvericidir. Bizim təqribən hesablamalar göstərir ki, növbəti 5-10 ildə biz təqribən 20-25 müəssisənin də yenidən qurulması istiqamətində təkliflərimiz var. Bu baş verərsə, bayaq dediyim növbəti 10 ildə biz 5-10 il ərzində biz 50 minə yaxın insanı peşə təhsilinə qəbul edə bilərik. Ceyhun müəllim, sonda demək istəyirəm ki, söhbətinizə görə və suallarımızı səmimi şəkildə cavablandırdığınıza görə təşəkkür edirəm. Daimi olaraq bizim peşə təhsili ilə bağlı müraciətlərimizi, fikirlərimizi cəmiyyətə çatdırdığınız üçün və eyni zamanda cəmiyyətdən də bu sahədə öz fikirlərini almaq üçün platforma təklif etdiyiniz üçün sizə təşəkkür edirəm.